Salam uşaqlar, bu günləri 4-cü sinifdən onluq kəsrləri müqayisəsi bölməsinə baxırıq. Gəlin araşdırma müzakirədən başlayaq. Cədvəldə oğlanlar arasında uzunluğa tullanma üzrə ən yaxşı 3 nəticə qeyd olunub. Cədvəldəki nəticələri onluq kəsrlərlə necə yazmaq olar? Sonraki sualda 1-ci, 2-ci, 3-cü yerləri tutan şagirdləri müəyyən edin. Bunu necə tapmaq olar? İndi baxaq cədvəldəki nəticələrə. Samir 2 metr 50 santim, Anar 2 metr 35 santim, Elxan 3 metr 3 santim. İndi bunları onluq kəsrlərlə yazaq. 2 metr 50 santim 2 tam onda 5 də yaza bilərik, 2 tam %50 də yaza bilərik. Çünki 2 tam onda 5 2 tam %50-yə bərabərdir. Anar 2 tam %35 yazırıq. Elxan 3 tam %3 yazırıq. Bunları müəyyənindən sonra 1-ci, 2-ci, 3-cü yer tutanları da baxırıq. Vergüldən sonra 1-ci tam hissələrə baxırıq. Tam hissə ən çox Elxan 3 tam %3 ən böyük Elxan, ən çox 1-ci yer tutan Elxandır. 2-ci yeri tutan ikisində də 1-ci tam hissələrə baxırıq. İkisində də 2 metrdir. Anar və Samirdə. Amma onda birlərə baxırıq. 2 tam, birində 2 tam onda 1-ə baxırıq 5 gəlir. O birisində onda 1-ə baxanda 3 gəlir. 2 tamdan sonra. Vergüldən sonra gələn ilk rəqəm onda 1 3 gəlir. 5 3-dən böyük olduğuna görə deməli Samir Anardan daha çox qət eləyib, tullanıb. Buna görə Elxan 1-ci yer, Samir 2-ci yer, Anar 3-cü yer. Öyrənməyə baxaq. Onluq kəsrlərin müqayisəsi də çox rəqəmli ədədlərdə olduğu kimi ən böyük mərtəbədən başlanır. Yəni tam hissə böyük olan onluq kəsri böyükdür. Məsələn, bir dənə verib 1 tam %15 böyükdür, 0 tam %78. Birinci tam hissəyə baxırıq. Tam hissəsi böyükdür, böyükdür. Tam hissəsi bərabərsə, onda birlər sayı çox olan onluq kəsr böyükdür. İndicə dediyimiz kimi 0 tam, 0 tam. İkisində də 0 tamdır. Onda birdə 1-də 7-dir, 1-də 3. Deməli 0 tam %72, 0 tam %32-dən böyükdür. Tam hissələr və onda birlərin sayı bərabərdirsə, yüzdə birlərin sayı çox olan onluq kəsr böyükdür. Yəni 0 tam %72, 0 tam %78. Baxırıq. İkisində də tam hissə bərabərdir. Onda birlər ikisində də 7-dir. Yüzdə birlər isə birində 8, birində 2. Ona görə 0 tam %78 böyükdür. 0 tam %72-dən. Baxırıq bələdçiyə. Ədəd oxundan istifadə etməklə onluq kəsrləri müqayisə edin. Bir dənə nümunə verib 4 tam %3 kiçikdir 4 tam %11-dən. İndi biz digərlərinə baxırıq. 4 tam %25, 4 tam %16. Deməli, tam hissələri bərabərdir. Onda birlərə baxıram. Birində 2-dir, birində 1. Deməli, 4 tam %25 böyükdür 4 tam %16-dan. 4 tam %33, 4 tam %3. Tam hissələr yenə bərabərdir. Buna görə onda birlərə baxıram. Birində 3, birində 0. Deməli, 4 tam %33 böyükdür 4 tam %3-dən. 4 tam %15, 4 tam %51. Burada da tam hissələr bərabərdir. Onda birlərə baxırıq. Birində 5, birində 1. 4 tam %51 böyükdür 4 tam %15-dən. 4 tam %12, 4 tam %65. Burada da tam hissələr bərabərdir. Onda birlərə baxıram. 6 birdən böyük olduğu üçün 4 tam %65 böyükdür 4 tam %12. 4 tam %92 və 4 tam %12. Burada da tam hissələr bərabərdir. Onda birlərə baxırıq. Birində 9, birində 1-dir. 4 tam %92 böyükdür 4 tam %12. Müstəqil işə baxaq. Birinci, onluq kəsrləri müqayisə edin. 0 tam %5, 0 tam %11. Tam hissələr bərabərdir. Onda birlərə baxırıq. Birində 0, birində 1. Deməli 0 tam %11, 0 tam %5-dən böyükdür. 1 tam %12, 0 tam %56. Tam hissələr böyük olan böyük demişdik. Ona görə 1 tam 0-dan böyük olduğuna görə 1 tam %12 böyükdür 0 tam %56-dan. 2 tam %82, 2 tam %12. Tam hissələr bərabərdir. Onda birlərə baxıram. Birində 8, birində 1 durur. 2 tam %82 böyükdür 2 tam %18. 1 tam %3, 1 tam %35. Yenə tam hissələri bərabərdir. Onda birlərdə birində 0, birində 3-dür. 3 böyük olduğuna görə 0 tam. 1 tam %35 böyükdür 1 tam %3-dən. 5, bir də 4 tam %99. Təbii ki, tam hissəyə baxırıq. 5 4-dən böyük olduğuna görə 5 böyükdür 4 tam %99.
İndi ikinciyə baxaq. Boş xananın yerinə hansı ədədlər ola bilər? Hər birinə bir neçə nümunə göstərin. Əslində burada neçədən istəsək nümunə göstərə bilərik, amma biz 2-dən 3 dənə nümunə göstərsək yetərlidir. 4,6 deməli 4,6-dan kiçik 4,5 götürə bilərik. Sonra götürə bilərik 4,4 və sonra birini də götürək məsələn 4. Bütün ədədləri, yəni 4,5, 4,4, 4,3, 4,2 istəniləni götürə bilərik. Kiçik. Sonra gəldi 2,3-dən kiçik. 2,3-dən kiçik ədəd yenə 3 dənə götürsək yetərlidir. 2,2 götürək. 2,1 2. Sonra 5,2-dən böyük. İndi 5,2-dən böyük. 5,3 5,4 istənilən 6 və s. Sonra 3,1-dən kiçik. 3,1-dən kiçik götürə bilərəm 3. Sonra götürə bilərəm 2,9 2,7 və s. Sonra 0,51-dən kiçik. 0,51-dən kiçik, onda birlərə kiçik əvvəlcə götürək. 0,41 0,50 sonra 0,49 və s. götürə bilərəm. 0,3-dən kiçik, 0,3-dən kiçik, deməli götürə bilərəm 0,29, götürə bilərəm 0,2, götürə bilərəm 0,1. 2,81-dən böyük, 2,81-dən böyük, götürə bilərəm 2,82, 3,1 və s. İndi isə 23-cü səhifəyə baxırıq. Bəzən onluq kəsirlərdə vergüldən sonraki rəqəmlərin sayı fərqli olur. Bu halda kəsir C0 artırmaqla rəqəmlərin sayını bərabərləşdirib ümumi qaydada müqayisə etmək olar. Məsələn, 0,3, 0,23 nümunə verib. 0,30 da yaza bilərik. 30 dəyişmir, 0,3-ə bərabərdir. 0,30 ilə 0,23-ü müqayisə eləyəndə baxırıq ki, onda birlərə baxırıq. 3 2-dən böyük olduğuna görə 0,30 0,23-dən daha böyükdür. Əslində onda birlərə baxıb, yüzdə birlərə baxıb ilə müqayisə eləmək daha asandır. Amma yenə də bəzən bərabərləşdirmək istəyirsə bizə, yenə də sonda nə qədər vergüldən sonraki ədədlərə baxa-baxa gedirik. Sonda neçə sıfır əlavə eləsək, onun heç bir dəyişikliyi yoxdur. Üçüncü tapşırığa baxaq. Onluq kəsirlərdə vergüldən sonraki rəqəmlərin sayını bərabərləşdirin və müqayisə edin. 0,5, 0,5. 0,50 də yaza bilərik 0,5-i. Onda olur 0,50 ilə 0,5-i müqayisə eləsək, onda birlərə baxırıq. Tamlar çünki bərabərdir. Birində 0, birində 5. Deməli 0,50 böyükdür 0,5-dən. 0,3, 0,29. 0,3, 0,30 da yaza bilərik. Yenə tam hissələr 0,2-sində də bərabərdir. Onda birlər birində 3, birində 2 olduğuna 3 daha böyükdür. 0,30 böyükdür 0,29-dan. 1, bir də 1,5. 1 tam hissə bərabərdir. Amma 1,5-də yenə nəsə az da olsa kiçik 0,5 ədəd var. Ona görə 1,5 böyükdür 1-dən. 8,2, 8,22. 8,2-ni 8,20 də yaza bilərəm. Tam hissələr bərabərdir. Onda birlər 2 ikisində də bərabərdir. Yüzdə birlər birində 0, birində 2-dir. Deməli 8,22 8,2-dən böyükdür. 3,2 3,3.
3 tam onda 3-ün arxasına bir dənə 0 alsaq 3 tam %30. 3 tam %2 ilə 3 tam %30-u müqayisə eləsək tam hissələr bərabərdir. Onda birlər birində 0-dır, birində 3. Deməli 3 tam %30 böyükdür 3 tam %2-dən. 5 tam %15. Deməli 5 tam %15 5-dən böyükdür. Dördüncü tapşırığa baxırıq, müqayisə edin. Onda 2 bunu yaza bilərik. Onluq kəsrə çevirək, sonra müqayisə edək. 0 tam onda 2 və 0 tam %2. 0 tam onda 2-ni 0 tam %2 ilə %5 müqayisə eləsək, tam hissələr bərabərdir. Onda birlər birində 2, birində 0. Deməli 0 tam onda 2 böyükdür 0 tam %5-dən. Onda 7, 0 tam onda 7 yazırıq. 0 tam onda 7 ilə 1 tam onda 1-i müqayisə eləsək, tam hissələrdən 1 0-dan böyük olduğuna görə 1 tam onda 1 böyükdür 0 tam onda 7-dən. 0 tam onda 6, 0 tam %6. Deməli 0 tam onda 6, 0 tam %6-dan böyükdür. Çünki tam hissələr 0 tam ikisində də bərabərdir. Onda birlər birində 6, birində 0. 6 0-dan daha böyük olduğuna görə 0 tam onda 6 böyükdür 0 tam %6-dan. Onda 4 ilə onda 3-ü toplayıram. Onda 7. Onu da onluq kəsrə çevir. 0 tam onda 7, 1 tam %2. Tam hissələr 1 0-dan böyük olduğuna görə 1 tam %2 böyükdür 0 tam onda 7-dən. Onda 3, onda 6 ilə cəmi onda 9. 0 tam onda 9, 0 tam %95. 0 tam %95 böyükdür 0 tam onda 9-dan. Çünki 0 tam onda 9-u mərtəbə vahidlərini bərabərləşdirsək 0 tam %90 eləyir. Amma 0 tam %95 0 tam %90-dan böyükdür. 5-ci tapşırığa baxırıq. Verilən onluq kəsirləri sıralayın. Artan sıra ilə. Yəni ən kiçiyi birinci götürəcəyik. Ən kiçik 0 tamdır. 0 tam onda 1-ə baxırıq. Birində 4, birində 0. Deməli 0 tam 0 %5 ən kiçikdir. 0 tam 0 %5, 0 tam onda 4, 1 tam %24. Çünki onda biri birində 5-dir, birində 2. Ən sonda 1 tam onda 5. B variantı azalan sırayla düzür. İndi çoxdan aza. Baxırıq. Ən böyüyü 3 tam. 3 tam %3 tam onda 4. 3 tam onda 4, 4 onda birlərə baxanda 4 birdən böyük olur. 3 tam onda 4 ən böyükdür. 3 tam onda 4, sonra 3 tam %14, sonra gəlir 2 tam onda 9, sonra 2 tam %87. 6-cı tapşırığa baxırıq. Verilən ədədlər arasında yerləşən bir neçə onluq kəsir yazın. 2 tam onda 5 ilə 2 tam onda 9 arasında. Yenə də 3-ünü yaza bilərik. Məsələn, 2 tam onda 6, 2 tam onda 7, 2 tam onda 8. 2 tam onda 8. Bundan başqa, məsələn, belə də yaza bilərik. 2 tam onda 6, 2 tam %65 yaza bilərik. Və s. 3 tam onda 1 və 3 tam onda 2 arasında. 3 tam onda 1 ilə 3 tam onda 2 arasında yaza bilərik. 3 tam %12. 3 tam %13. 3 tam %19 və s. 2 tam onda 9, 3 tam onda 1 yaza bilərik. 2 tam 95, 2 tam %96 və 3 tam yaza bilərəm. Sonra 3, 3 tam %7 yazaram. 3 tam %1, 3 tam %2, 3 tam %6. Sonra 3 tam %35, 3 tam onda 4 yaza bilərəm. 3 tam %36, 3 tam %37, 3 tam %30, 3 tam %38 və s. Sonra 2 tam %95, 3. 2 tam %96 yaza bilərəm. 2 tam %97, sonra 2 tam %99.
yaza bilərəm. İndi keçdik məsələ həlli. 7-ciyə baxırıq, 7-ci tapşırığa. Rəqəmlər yazılmış kartları elə yerləşdirin ki, ən böyük və ən kiçik ədədlər alınsın. Ən böyük ədəd, ən böyük tam ədədi ən böyük olmalıdır. Ona görə 2 tam %10. Bu ən böyük, ən kiçik ədəd isə 0 tam, tamı ən kiçik olmalıdır. 0 tam %12. Bu da ən kiçik ədəd alındı. Sonra keçdik 8-ci tapşırıq. Samir fikrində hansı ədədi tutdu? Baxaq, bu ədəd 0,93-dən böyük, 1-dən isə kiçikdir. Həmin ədədin onda birləri yüzdə birlərinə bərabərdir. Yəni, mən 0,93-dən böyük, 1-dən kiçik, həm də ikisi də onda biri. Yəni, burada onda biri 9-dur, yüzdə biri 3-dür. Amma deyir ki, onda biri yüzdə birinə bərabər olmalıdır. 0,93-dən böyük, onda biri yüzdə birinə bərabər olan 0,99. 9-cu tapşırığa keçirik. 2021-ci ildə Yaponiyada keçirilən yay olimpiada oyunlarında kişilər arasında nizə atma yarışlarının nəticələri cədvəldə qeyd olunub. Nizəni daha uzağa atan idmançı qalib olub. Nəticələrə görə idmançıları sıralayın. Qızıl, gümüş və bürünc medalçıları müəyyən edin. İdmançıların nəticələrinə baxaq. Ölkəsi verilib və nəticəsi verilib. Viteslav Veseli Çexiyadandır. Nəticəsi 85, %44. Arşad Nadim Pakistan. Nəticəsi 84, %62. Niray Chopra Hindistan. Nəticəsi 87, %58. Yakub Badleyx Çexiya. Nəticəsi 86, %67. Julian Weber Almaniya. Nəticəsi 85,3. İndi bu cədvəldə oxuduğum nəticələrin hamısı adları, idmançıların, ölkələrin adları verilib. İndi gəlin bunları sıralayaq. Ən birinci yerə qalib olan Niray Chopra Hindistan 87, tam hissəsi böyük olana baxırıq. 87, %58. Sonra yenə tam hissəsi biraz bundan kiçik. İkinci yerə Yakub Badleyx 86, %67. Üçüncü yerin sahibi 85 tam olacaq. 85 tam 2 dənədir. Amma onda birləri 4, 3-dən böyük olduğuna görə Viteslav Veseli Çexiyalı olan 85, %44 üçüncü yerin sahibi. Dördüncü yerin sahibi Julian Weber Almaniya 85,3. Beşinci yerin sahibi Arşad Nadim Pakistan 84, %62. Deməli, birinci yerin sahibi qızıl medal alacaq. Nilay Chopra 87, %58. Gümüş alan 86, Yakub Badleyx Çexiya 86,67, %67. Üçüncü bürünc yerin sahibi isə 85, %44. Viteslav Veseli Çexiya. Bu qədər uşaqlar, gələn dərsdə görüşərik. Sağ olun.